Up, yuxarı cizgi filmə baxırdıq. 7 yaşlı oğlum soruşdu ki, bəs real həyatda neçə şar lazımdır belə evi qaldırmağa? Mən də ərinmədim, araşdırdım. Deməli, diametri təxminən 30 sm olan standart bir heliumlu ad günü şarını təmiz qaldırma gücü ortalama 14-15 qramdır. Cizgi filmindəki ev bünövrəsiz, sırf taxta karkasdan tikilmiş tipik Amerikan evidir. 2 otaqlı, təxminən 60-70 kvadrat metr sahəsi olan belə bir taxta evin ağırlığı ortalama 25 tondur. Pixar mühəndisləri isə cizgi filmindəki evin çəkisinin 45 ton olduğunu bildirmişlər. Sadə riyazi hesablama aparaq. 25 tonu bölək 14 qrama edir. 1 milyon 785 min şar. Evin çəkisini 45 ton götürsə isə 3 milyon şar lazım olardı. Cizgi filmində isə Karl babanın evinin damından cəmi 20.622 ədəd şar çıxır. Fizika qanunlarına görə 20.000 şar maksimum 285-300 kiloqram yük qaldıra bilər. Yəni o şarlar reallıqda heç evin damını belə yerindən tərpədə bilməzdi. Maksimum Karl babanın özünü və bir neçə mebelini qaldırardı. Balacamın verdiyi xırda sual və yarana belə bir maarifləndirici video. Like edib dəstək ola bilərsiniz.